İmam Muhammed Təqi əleyhisselamın həyatı barədə qısa məlumat. 9-cu imamın adı Muhammed, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavad olmuş. Hicrətin 195-ci ilində Mədinə şəhərində anadan olmuşdur. Peyğəmbərin həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən hesab olunan Səbikə xanım, əxlaqi dəyərlər baxımından yüksək mərtəbədə durur və öz dövrünün qadınlarının ən üstünü hesab olunurdu. Belə ki, İmam Rıza əleyhissalam o xanımı pak, nəcabətli və fəzilətli bir qadın kimi yad edirdi. İmam Cavad əleyhissalamın atası vəfat edərkən təxminən 8 yaşı olmuş, 25 yaşında olarkən şəhadətə yetişmiş və Bağdadın Qureyş qəbirstanlığında babası İmam Kazı əleyhissalamın məzarının yanında dəfn olunmuşdur. İmam Cavad əleyhissalamın müasir olmuş xəlifələr. İmam Muhammed Təqi əleyhissalamın imamət dövrü 2 Abbasi xəlifəsi Məmun və Mötəsimin zamanına təsadüf edir. Adı çəkilən xəlifələrin hər ikisi o həzrəti məcburi şəkildə Mədinədən Bağdada gətizdirmiş və Məmunun İmam Rıza barədə icra etdiyi siyasəti davam etdirərək onu paytaxtda saxlamaqla nəzarət altına almışlar. Xeyirli, bərəkətli bir təvəllüd. İmam Rıza əleyhissalamın ailəsində və eləcə də şiyələr arasında İmam Cavad əleyhissalam xeyirli, bərəkətli bir uşaq kimi adlandırılmışdır. Bu barədə Əbu Yəhya Sənani deyir, bir gün İmam Rıza əleyhissalamın yanında idim. Bu vaxt o həzrətin az yaşlı uşağı Cavad əleyhissalam bizim yanımıza gəldi. İmam Rıza əleyhissalam buyurdu, şiələrimiz üçün ondan xeyirli, bərəkətli bir uşaq dünyaya gəlməmişdir. Deyilənlərə görə İmam Rıza əleyhissalam müxtəlif münasibətlərdə yeri gəldikcə öz əziz oğlunu bu cür yad edirdi. Belə ki, bu məsələ artıq şiələrin hamısına bəlli idi. İbn Əsbat və Abbad İbn İsmail adlı 2 şiyənin dediyinə görə, bir dəfə onlar İmam Rıza əleyhissalamın hüzurunda olarkən, Həzrəti Cavad əleyhissalamı onların yanına gətirirlər. Onlar İmam Rıza əleyhissalamdan soruşurlar ki, bu həmin dediyiniz xeyir-bərəkətli uşaqdır. İmam Rıza əleyhissalam onların cavabında buyurur, bəli, bu, İslamda ondan xeyir-bərəkətlisi doğulmayan həmin uşaqdır. Əbu Yəhya Sənani deyir, Məkkədə olarkən İmam Rıza əleyhissalamın hüzuruna getdim. Gördüm ki, o həzrət banan soyub oğlu Cavad əleyhissalama verir. O həzrətə dedim, bu həmin xeyir-bərəkətli uşaqdır. O həzrət cavab verdi ki, bəli, bu həmin uşaqdır ki, İslamda onun kimisi və şiyələrimiz üçün ondan xeyirlisi doğulmamışdır. İlk baxışda bu hədisdən belə başa düşülə bilər ki, İmam Cavad əleyhissalam şiələr üçün bütün imamlardan daha xeyirlidir. Xeyr, bu belə deyildir. Çünki əldə olan sübutlar göstərir ki, bu hədisdən məqsəd İmam Cavad əleyhissalamın doğularkən şiələrə xüsusi xeyir-bərəkət ərmağan etməsidir. Belə ki, İmam Rıza əleyhissalamın dövrü xüsusi bir mərhələ olmuş və o həzrət özündən sonraki imamı təyin etməkdə keçmiş imamların heç birinin üzləşmədiyi bir sıra çətinliklərlə üzləşmişdir. Çünki bir tərəfdən İmam Kazım əleyhissalamın şəhadətindən sonra Vaqifilər adlanan bir dəstə şiə, maddi məqsədə görə İmam Rıza əleyhissalamın imamətini qəbul etməmiş, digər tərəfdən də o həzrətin təxminən 47 yaşına qədər uşağı olmaması, Peyğəmbər salavatullahdan olan hədisdə şiə imamlarının sayının 12 nəfər olub, onların 9-unun İmam Hüseyn əleyhissalamın nəslindən olacağı fikrinə əsasən, həm o həzrətin öz imamətini, həm də imamətin davam edəcəyini sual altına alırdı. Vaqifilər də məhz bu məsələni bəhanə gətirib, İmam Rıza əleyhissalamın imamətini qəbul etməkdən imtina edirdilər. Hüseyn İbn Qiyama Vasitinin bu barədə İmam Rıza əleyhissalamı etdiyi etiraz və o həzrətin ona verdiyi cavab bu məsələyə tam bir sübutdur. Vaqifilərin başçılarından olan Hüseyn İbn Qiyamə, İmam Rıza əleyhissalamı sonsuz qələmə verib ona yazdığı məktubda deyir, sənin uşağın olmadığı bir halda necə imam ola bilərsən? İmam Rıza əleyhissalam onun cavabında yazır,
Sən hardan bilirsən ki, mənim uşağım olmayacaq? And olsun Allaha, bir neçə gün keçməz, Allah mənə haqqı batildən ayıran bir övlad verər. Hüseyn İbn Qiyamənin və eləcə də digər vaqifilərin bu təbliğ metodu təkcə bununla kifayətlənmir və bu məsələyə müxtəlif münasibətlərdə dəfələrlə işarə edilirdi. İmam Rıza əleyhissalam da öz növbəsində onların bu sözlərini, bu sübutlarını cavabsız qoymurdu. Nəhayət İmam Rıza əleyhissalamın doğulması bu ixtilafa son qoyur. Beləliklə də İmam Rıza əleyhissalam və şiələrin bu sahədəki mövqeyi möhkəmlənir, nəticədə şiəliyin etibarı artır. Vaqifilər və imamət nəslinin düşmənlərinin bu barədə olan vəsvəsələri o dərəcəyə yetişmişdi ki, hətta İmam Cavad əleyhissalamın anadan olması ilə vaqifilərin bəhanəsinin kəsilməsinə baxmayaraq, İmam Rıza əleyhissalamın bəzi qohumları həsəd, paxıllıq və düşmənçilikləri nəticəsində Həzrəti Cavad əleyhissalamın o həzrətin oğlu olmamasını iddia etdilər. Onlar insanlığa yaraşmayan və İslamdan uzaq olan bu töhmətlərində öz gizli fikirlərini üzə çıxarmaq üçün ata ilə oğul arasında sifət rənginin oxşarlığının olmamasından başqa heç bir bəhanə tapmadılar. İmam Cavad əleyhissalamın rənginin qarabuğdayı olmasını bəhanə gətirib, dedilər, bizim aramızda rəngi qarabuğdayı olan bir imam olmamışdır. İmam Rıza əleyhissalam onların cavabında buyurur, o mənim oğlumdur. Onlar dedilər, Peyğəmbər salavatullah fizyonomika, insanın əhvalını, üzünün ifadəsi və bədənin hərəkətləri ilə təyin etmə üsulu ilə mühakimə edərdi. Bizimlə sənin aranda da bu uşağın səndən olub olmaması barədə fizyonomiklər hökm verməlidirlər. İmam Rıza əleyhissalam məcbur olub buyurdu, siz onların ardınca adam göndərin. Ancaq onlara nə üçün dəvət etdiyinizi deməyin. Mənə qalsa bu işə əsla əl atmaram. Bir gün qərar qoyulduğu kimi İmam Rıza əleyhissalamın əmi, qardaş və bacıları bir bağda oturur, o həzrət özü isə geniş və yun paltar geyərək, başına papaq qoymuş və bağı belləməklə məşğul idi. Çünki o həzrət bağban olub oradakılara heç bir qarışacağı yox idi. Bu vaxt İmam Cavad əleyhissalamı gətirib, fizyonomiklərdən oturanların arasından onun atasını təyin etmələrini istəyirlər. Fizyonomiklərin hamısı bir nəfər kimi dedi ki, onun atası burada yoxdur. Ancaq bu oturan onun atasının əmisi, bu öz əmisi, bu da bibisidir. Əgər atası da buradadırsa, onda mütləq İmam Rıza əleyhissalamı işarə edərək, çiynində bel tutub bağın ortasında dayanan o kişi olmalıdır. Çünki onların ikisinin də baldırı eyni cürdür. Bu vaxt İmam Rıza əleyhissalam gəlib onların yanında oturur. Fizyonomiklərin hamısı deyirlər ki, onun atası bu kişidir. Bunun ardınca İmam Rıza əleyhissalamın əmisi Əli İbn Cəfər yerindən qalxıb, İmam Cavad əleyhissalamın dodaqlarından öpərək dedi, şəhadət verirəm ki, sən Allah dərgahında mənim imamımsan. Beləliklə imamətlə düşmən olanların Allah nurunu söndürmək üçün qurduqları planlar bir daha boşa çıxır və Allah Teala yenidən onları rüsva edir. Az yaşlı imam. İmam Cavad əleyhissalam uşaq yaşlarında imamət məqamına yetişmiş ilk imam olduğundan, o həzrətin həyatını mütaliə edərkən irəli çıxan ilk sual bu olur ki, kiçik bir uşaq müsəlmanların rəhbərlik və imamət məsuliyyətini necə öz öhdəsinə götürə bilər? İnsan bu yaşda olarkən Peyğəmbər salavatullahın canişini olması kəmalına çata bilərmi? Keçmiş ümmətlərdə də belə bir hadisə olubdurmu? Bu suallara cavab vermək üçün nəzərə almaq lazımdır ki, düzdür, insanın əqli və cismi cəhətdən ömrünün özünə məxsus çiçəklənmə dövrü vardır və insan həmin vaxta yetişdikdə əql və cismi ən kamil həddə çatır. Ancaq nə eybi var ki, hikmət və yenilməz qüdrət sahibi olan Allah bəzi məsləhətlərə görə bu prosesi bir sıra xüsusi bəndələri üçün qısa bir vaxt ərzində gətirib çatdırsın. Bəşəriyyət tarixində lap qədim dövrlərdən bu cür ümumi qaydadan istisna olan şəxslər olmuş və Allah Taala'nın xüsusi lütf və mərhəməti sayəsində kiçik yaşlarındaykən imamət və xalqa rəhbər olmaq məqamına yetişmişlər. Bu məsələni daha yaxşı izah etmək üçün gəlin bu istisnalardan bir neçəsini nəzərdən keçirək. Qur'an-ı Kərim Həzrəti Yəhya əleyhissalamın peyğəmbərliyi
və onun uşaq yaşlarından peyğəmbər seçilməsi barədə buyurur. Biz uşaq ikən ona hikmət verdik. Bəzi təfsirçilər qeyd etdiyimiz ayədə hikmət sözünü istedad və bilik mənasına, bəziləri isə onu peyğəmbərlik mənasına təfsir etmişlər. İkinci versiyanı Üsul-u Kafi kitabında olan hədislər də təsdiq edir. O hədislərdən biri də İmam Baqir əleyhisselamın qeyd etdiyimiz ayədəki hikmət sözünü Həzrəti Yəhya əleyhisselamın uşaq ikən peyğəmbər seçilməsinə aid edərək bu cür buyurmasıdır. Həzrəti Zəkəriyya əleyhisselamın vəfatından sonra oğlu Yəhya əleyhisselam onun kitab və hikmətini ondan irs aparır. Bu isə məhz Allah Taala'nın Qur'anda "Ey Yəhya, kitabdan bərk yapış, Tövratı möhkəm tutub onun hökmlərinə ciddi əməl et. Biz uşaq ikən ona hikmət, yəni Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik verdik" deyərək buyurmasıdır. Uşağın dil açıb danışması üçün bilirik ki, təxminən 12 ay, 1 il vaxt keçməlidir. Ancaq bunu da bilirik ki, Həzrəti İsa aleyhisselam dünyaya gəldiyi ilk günlərdə hələ beşikdə olarkən danışmış və Allahın qüdrəti nəticəsində evlənmədən hamilə olub doğmuş və buna görə də ciddi töhmətlərə məruz qalmış anasını müdafiə edərək, inadkarların dediqodusunu məntiqlə aradan aparmışdır. Halbuki bu cür danışmaq özü də belə bir məfhuma malik söz demək, yalnız böyüklərin əlindən gələ bilər. Qur'an-ı Kərim İsa əleyhisselamın sözlərini bu cür açıqlamışdır. Allahdan bir möcüzə olaraq körpə, İsa əleyhisselam dilə gəlib dedi: "Mən həqiqətən Allahın quluyam. O mənə kitab verdi, özümü də peyğəmbər etdi. O harada oluramsa olum məni mübarək etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O həmçinin məni anama qarşı olduqca itaətkar və nəvazişkar etdi. Heç kəsə qarşı zülümkar, asi eləmədi." Qeyd olunanlardan belə nəticəyə gəlirik ki, İmamlardan qabaq da digər mömin insanlar bu ilahi nemətdən bəhrələnmiş və bu təkcə imamlara xas bir şey olmamışdır. Bu barədə imamların buyruqları. İmamların həyatını mütaliə etdikdə məlum olur ki, bu məsələ imamların, xüsusən İmam Cavad əleyhisselamın öz dövründə də daima müzakirə mərkəzinə çevrilmiş, onlar da eynilə bu sübutla irad tutanlara cavab vermişlər. İndi nümunə üçün oxucuların diqqətini bu barədə olan 3 rəvayətə cəlb edirik. 1. İmam Rıza əleyhisselam və İmam Cavad əleyhisselamın səhabələrindən olmuş Əli ibn Əsbat deyir: "Bir gün İmam Cavad əleyhisselamın hüzuruna getdim, görüş zamanı o həzrətin üzünə diqqətlə baxaraq sifətini yadımda saxlamaq istəyirdim ki, Misrə getdikdən sonra onun tərəfdarlarına simasını təsvir edim. Elə bu vaxt İmam Cavad əleyhisselam mənimlə üz-üzə əyləşib buyurdu: Ey Əli ibn Əsbat, Allah Taala'nın imamət məsələsində gördüyü iş, eyni ilə peyğəmbərlik məsələsində gördüyü iş kimidir. Allah Taala Həzrəti Yusuf əleyhisselam barədə buyurur ki, Yusuf gəncliyinin ən yetkin dövrünə çatdıqda ona hikmət və elm verdik. Həzrəti Yəhya əleyhisselam barədə buyurur ki, biz uşaq ikən ona hikmət verdik. İmam Rıza əleyhisselamın səhabələrindən biri deyir: Bir dəfə Xorasanda İmam Rıza əleyhisselamın hüzurunda idik. Orada olanlardan biri İmam əleyhisselama dedi ki, ey mənim ağam, Allah eləməsin birdən sizin başınıza bir iş gəlsə, biz sizdən sonra kimə müraciət edək? O həzrət buyurdu: oğlum Cavada. Bunu deyəndə həmin şəxs İmam Cavad əleyhisselamın yaşının az olduğunu bildirdi. İmam Rıza əleyhisselam buyurdu: Allah Taala Həzrəti İsa əleyhisselamı Cavaddan da kiçik yaşlarında peyğəmbər və yeni şəriət sahibi qərar vermişdi. İmam Rıza əleyhisselam Müəmmər ibn Xəllad adlı səhabəsinə buyurur: Mən Cavadı öz yerimdə əyləşdirib onu öz canişinim təyin etmişəm. Biz elə bir nəsildənik ki, kiçiklərimiz hər bir şey böyüklərimizdən irs aparır. Əqidə çaşqınlığı. Kiçik yaşında ikən imamət məqamına nail olmağın mümkünlüyü haqqında kifayət qədər danışılsa da, İmam Cavad əleyhisselamın yaşının az olması məsələsinin söz-söhbəti səngimək bilmirdi. Bu söz-söhbətdə nə təkcə bir çox adi şiyələrin, eləcə də bəzi şiə alimlərinin payı da var idi. Buna görə də İmam Rıza əleyhisselamın şəhadətindən sonra
İmamətin İmam Cavad əleyhissalamın öhdəsinə düşdüyü bir dövrdə şiələr, xüsusilə adi şiələr çox təhlükəli, o vaxta qədər misli görünməmiş bir əqidə çaşqınlığı ilə üzləşir və İmam Cavad əleyhissalamın yaşının az olması böyük bir müşkülə çevrilmişdi. Hicri tarixi ilə 4-cü əsr alimi İbn Rüstəm Təbəri yazır. O, yəni İmam Cavad əleyhissalam 6 yaş bir neçə aylıq olarkən Məmun onun atasını şəhid edir və nəticədə şiələr çaşbaş qaldığı üçün cəmaat arasında fikir müxtəlifliyi yaranmağa başlayır. Bu məsələni həll etmək məqsədi ilə şiələr yığıncaqlar təşkil edib, İmam Cavad əleyhissalam ilə görüşlər keçirərək, o həzrətin imamət üçün lazım olan elmə malik olub olmaması baxımından arxain olmaq üçün ona suallar verir və o həzrətdən qəti və qane edici cavablar aldıqda arxainlaşırdılar. Tarixçilər bu barədə yazırlar. Hicrətin 202-ci ilə İmam Rıza əleyhissalam vəfat edərkən İmam Cavad əleyhissalamın təxminən 7 yaşı var idi. Buna görə də Bağdad və digər şəhərlərdə cəmaat arasında müxtəlif fikirlər yaranmağa başlayır. Rəyyan İbni Silət, Səfvan İbni Yəhya, Məhəmməd İbni Həkim, Əbdurrəhman İbni Həccac və Yunis İbni Əbdurrəhman bəzi şiə başçıları ilə birlikdə Bağdadın Zəlzəl Gölməçəsi adlı məhəlləsində Əbdurrəhman İbni Həccacın evində toplaşaraq İmam Rıza əleyhissalama əzadarlıq etdilər. Yunis məclisdəkilərə dedi, əzadarlıq etməyimiz yetər, gəlin görək indi imamət kimin öhdəsinə düşür. Bu uşaq, yəni İmam Cavad əleyhissalam böyüyənə qədər qarşımıza çıxan məsələlərdə kimə müraciət edək? Bu vaxt Rəyyan İbn Silət ayağa qalxıb, onun boğazından tutaraq möhkəm sıxır və onun baş gözünə vuraraq qəzəblə deyir, sən bizim yanımızda özünü imanlı göstərir, həqiqətdə isə kafir olduğunu gizlədirsən. Əgər onun, yəni İmam Cavad əleyhissalamın imaməti Allah tərəfindəndirsə, onda bir günlük uşaq olsa belə 100 yaşlı kişi saylar. Yox, əgər imaməti Allah tərəfindən deyilsə, 100 yaşlı olsa da adi adam kimi hesab olunar. Bu haqda yaxşı fikirləşin. Rəyyan İbn Silətin çıxışından sonra məclisdəkilər Yunisi möhkəmcə danladılar. O vaxt qarşıdan həcc mövsümü gəlirdi. Bağdad fəqih və alimlərindən 80 nəfəri həcc ziyarətinə çıxıb, İmam Cavad əleyhissalam ilə görüşmək məqsədi ilə Mədinə şəhərinə yola düşürlər. Mədinəyə çatdıqda İmam Sadiq əleyhissalamın evinə gedirlər. Bu vaxt İmam Cavad əleyhissalamın əmisi Abdullah İbni Musa içəri girib yuxarı başda oturur. Bir nəfər ayağa qalxıb deyir, bu Peyğəmbər Salavatullahın övladıdır. Kimin sualı varsa soruşsun. Bir neçə nəfər ona suallar verir, o isə onlara düzgün cavab verə bilmədiyi üçün şiələr narahat olur. Və fəqihlər nigaran halda ayağa qalxaraq deyirlər, əgər Əbu Cəfər bizim suallarımıza düzgün cavab verə bilsəydi, Abdullah İbni Musa bura gəlib bizə səhv cavablar verməzdi. Bu vaxt məclisin yuxarı başındakı qapı açılır və Müvəffəq adlı bir xadim içəri girib deyir, Əbu Cəfər, yəni İmam Cavad əleyhissalam gəlir. Hamı ayağa qalxıb onu qarşılayaraq salam verirlər. İmam daxil olub əyləşdi. Cəmaat hamısı sakit oturmuşdu. Sonra isə bir-bir hərə öz sualını o həzrətə verir. İmam Cavad əleyhissalam onlara qəti və qane edici cavablar verdikdə, onlar sevinib o həzrətə dua edərək dedilər, sizin əminiz Abdullah bizə filan cavablar verdi. İmam Cavad əleyhissalam üzünü əmisinə tutub buyurdu, əmi, sabah Allahın huzurunda dayanıb, o sənə ümmətin arasında səndən savadlısı ola, nə üçün bilmədiyin şeylər haqqında cəmaata hökm verirdin deyə buyurduqda, nə cavab verəcəksən? Həmin il bu dəstənin arasında olmuş İshaq İbni İsmail deyir, mən də o həzrətdən sual soruşmaq üçün 10 məsələ hazırlamışdım. Həmin vaxt həyat yoldaşım hamilə idi. Öz-özlüyümdə dedim, əgər suallarıma cavab verə bilsə, onda ondan xahiş edərəm ki, Allah Taala'dan həyat yoldaşımın bətnindəki uşağın oğlan olmasını istəsin. Cəmaat öz suallarını verib qurtardıqdan sonra, mən də suallarımı demək üçün ayağa qalxdım. O həzrət məni görəcək buyurdu, İshaq, onun adını Əhməd qoyarsan. Bu hadisədən sonra həyat yoldaşım bir oğlan uşağı doğdu, mən də onun adını Əhməd qoydum.
Beləliklə İmam Cavad əleyhisselam ilə olmuş bu cür görüş, bəhs və müzakirələr şiələrə o həzrətin imam olduğuna dair arxayınlıq gətirərək, onların fikrindəki şək şübhələri aradan qaldırır. İmam Cavad əleyhisselamın elmi müzakirələri. Qeyd etdiyimiz kimi İmam Cavad əleyhisselam uşaq ikən imamət məqamına yetişmiş ilk imam olduğundan, o həzrət bir sıra elmi müzakirələr təşkil etmiş və bəzi vaxtlarda həmin müzakirələr çox təntənəli şəkildə keçirilmişdir. Bu müzakirələrin təşkil edilməsinin əsas səbəbi o idi ki, bir tərəfdən o həzrətin yaşının az olmasına görə, onun imam olması bir çox şiələr üçün hələ tam sübuta yetməmiş, baxmayaraq ki, şiələrin əsas alim və baş bilənlərinin şiə əqidələrinə dair bu barədə heç bir şək şübhəsi olmamışdır. Buna görə də arxayınlıq əldə etmək məqsədi ilə o həzrətə çoxlu sayda suallar verirdilər. Digər tərəfdən də İmam Cavad əleyhisselamın yaşadığı dövr Mü'təzilə məzhəbinin qolbudaq atıb genişlənərək nüfuz tapdığı bir dövr olmuş. Yerli hökumət də onları himayə edir və bu məzhəbin əqidələrini möhkəmlətmək, digər məzhəbləri isə nüfuzdan salmaq üçün əlində olan bütün maddi və mənəvi imkanlardan istifadə edirdi. Mü'təzilə məzhəbinin əqidələri bəşərin naqis və səhv edən ağlına arxalanır. Mü'təzilə məzhəbində olanlar dini hökmləri ilk növbədə öz ağılları ilə ölçərək, ağılları qəbul edənə əməl edir və ağıllarının qəbul etmədiklərini isə inkar edirdilər. Bir uşağın kiçik yaşlarından ümmətə rəhbər və imam seçilməsi onların ağlına sığmadığı üçün öz fikirlərində İmam Cavad əleyhisselamı elmi mübarizə meydanında məğlub edəcəklərini düşünüb, o həzrətə çətin və dolaşıq suallar verirdilər. Ancaq bu müzakirələrin hər birində İmam Cavad əleyhisselam imamət elmi sayəsində öz qəti və aydın cavabları ilə özünün imam olması məsələsi üzərindən bütün şək şübhəni qaldıraraq imam olduğunu və ümumiyyətlə imamət məsələsini isbat edirdi. Buna görə də daha İmam Hadi əleyhisselamın imaməti dövründə o həzrət də kiçik yaşlarında ikən imamət məqamına yetişmişdi. Bu məsələ heç bir müşkül doğurmurdu. Çünki artıq hamıya məlum olmuşdu ki, yaşın az olması Allah tərəfindən verilmiş bu məqama heç bir təsir göstərə bilməz. Yəhya ibn Əksəmlə elmi mübahisə. Məmun Tuz şəhərindən Bağdada köçdükdən sonra İmam Cavad əleyhisselama bir məktub yazıb onu Bağdada dəvət edir. Bu dəvət də İmam Rıza əleyhisselamın Tuz şəhərinə dəvət olunması kimi zahirdə könüllü, həqiqətdə isə məcburi bir səfər olmuşdur. İmam Cavad əleyhisselam Məmunun dəvətini qəbul edib Bağdada gedir. Bir neçə gündən sonra Məmun onu öz sarayına dəvət edərək ona qızı Ummul Fəzllə evlənmək təklifini edir. İmam Cavad əleyhisselam Məmunun bu təklifi qarşısında sükut edir. Məmun da sükutu razılıq əlaməti sayıb tədarük fikrinə düşür. O, təntənəli şəkildə bir məclis qurmaq istəyirdi. Lakin bu xəbərin Bəni Abbas arasında yayılması böyük narazılığa səbəb olur. Bəni Abbas sülaləsinin nümayəndələri bir yerə toplaşaraq Məmuna öz etirazlarını bildirib dedilər: "Bu nə işdir görürsən? Əli İbn Musa Ər-Rizanın vəfat etdiyi və hakimiyyətin Bəni Abbasın əlində olduğu bir halda hakimiyyəti yenə də Əlinin övladlarına vermək istəyirsən? Biz bu işə yol verə bilmərik. Aramızda olan neçə illik düşmənçiliyi unutmusan?" Məmun soruşur: "Bəs sizin fikriniz nədir?" Onlar dedilər: "O uşaqdır və hələ elm və bilikdən xəbəri yoxdur." Məmun dedi: "Siz bu ailəni yaxşı tanımırsınız. Onların kiçiyi də, böyüyü də tükənməz elm sahibidir. Əgər mən deyənə razı deyilsinizsə, onda onu yoxlayın. Qəbul etdiyiniz bir alimi gətirib onunla bəhs etdirin, onda mənim dediklərimə inanarsınız." Abbasilər alimlərin arasında öz elmi ilə aləmə səs salmış Yəhya ibn Əksəmi seçirlər. Məmun İmam Cavad əleyhisselamın elm və bilik səviyyəsini yoxlamaq üçün bir məclis təşkil edir. Həmin məclisdə Yəhya ibn Əksəm üzünü Məmuna tutub deyir: "İcazə verirsən bu gəncə bir sual verim?" Məmun deyir: "Onun özündən icazə al." Yəhya İmam əleyhisselamdan icazə istədikdə, o həzrət buyurur ki, nə istəyirsən soruş. Yəhya deyir: "Həc mövsümü zamanı ehram bağlayıb heyvan ovlamış şəxsin hökmü necədir?" İmam Cavad əleyhisselam buyurur:
Həmin şəxs o heyvanı hərəmdən kənarda ovlamışdır, yoxsa hərəmin daxilində? Ehram bağlamış şəxs ehram haqqında heyvan ovlanmasının haram olduğunu bilib, yoxsa yox? Heyvanı bilərəkdən ovlamışdır, yoxsa bilmədən? Heyvanı ovlayan şəxsin özü azad insan olub, yoxsa qul? Uşaq olmuşdur, yoxsa böyük? Birinci dəfədir bu cür iş görür, yoxsa bir neçə dəfə bundan qabaq da belə iş görüb? Ovladığı heyvan quşlar cinsinə aiddir, yoxsa quş deyil? Böyük heyvan olub, yoxsa kiçik? Gördüyü bu işdən peşman olub, yoxsa yox? Heyvanı gecə ovlayıb, yoxsa gündüz? Bağladığı ehram ümmə həccinin olub, yoxsa təməttü həccinin? Bu məsələ barədə İmam Cavad əleyhisselamın müxtəlif hallar qeyd etməsinə heyran qalmış Yəhya ibn Əksəmin üzündə zəiflik hiss olunur və dili topuq vurmağa başlayır. Belə ki, bütün məclisdəkilər onun İmam Cavad əleyhisselamın qarşısında aciz olduğunu açıq-aşkar hiss edirdilər. Bu vaxt Məmun deyir, şükür Allaha ki, mənim fikirləşdiyim düz çıxdı. Sonra isə üzünü öz qohum əqrabasına tutub deyir, qəbul etmədiyiniz həqiqəti indi anladınızmı? Ehram bağlamış şəxsin heyvan ovlamasının müxtəlif hallarının hökmü. Məclisdə gedən müzakirədən sonra cəmaat çıxıb gedir və təkcə xəlifənin yaxın qohum əqrabası qalır. Məmun İmam Cavad əleyhisselama üzünü tutub deyir, başına dönüm, yaxşı olar ki, ehram bağlamış şəxsin heyvan ovlaması üçün qeyd etdiyiniz müxtəlif halların hökmlərini bəyan edəsiniz. Biz də öyrənək. İmam Cavad əleyhisselam buyurdu, bəli, əgər ehram bağlamış şəxs hərəmdən kənarda heyvan ovlayarsa və ovladığı heyvan böyük quşlardan olarsa, bir qoyun kəffarə verməlidir. Yox, əgər hərəmin daxilində ovlamışdırsa, kəffarəsi 2 bərabərdir. Əgər hərəmdən kənarda quşun balasını öldürmüşdürsə, süddən təzəcə ayrılmış bir quzu kəffarə verməlidir. Əgər həmin quş balasını hərəmin daxilində öldürmüşsə, onda həm süddən təzəcə ayrılmış bir quzu, həm də həmin heyvanın pulunu kəffarə verməlidir. Əgər ovladığı çöl heyvanlarındandırsa, bunun müxtəlif halları ola bilər. Vəhşi ulağı öldürmüşdürsə bir inək, dəvə quşu öldürmüşsə bir dəvə, ceyran öldürmüşsə bir qoyun kəffarə verməlidir. Ancaq bu şərtlə ki, bunları hərəmdən kənarda öldürmüş olsun. Əgər bunları hərəm daxilində öldürərsə, onda qeyd etdiklərimizin 2 bərabərini kəffarə verməlidir. Ehram bağlamış şəxs elə bir iş görə ki, bu qurbanlıq kəffarə ünvanındadır, ona vacib ola. Əgər bu vaxt o təməttü həccindədirsə, qurbanı Minada kəsməlidir. Yox, əgər ümrə həccindədirsə, onda qurbanı Məkkənin özündə kəsməlidir. Ehram halında heyvan ovlamağın haram olmasını bilənlə bilməyənin heç bir fərqi yoxdur. Ancaq bilərəkdən öldürmüşsə, kəffarədən əlavə günah etmişdir. Bilmədən öldürmüşsə, heç bir günahı yoxdur və sadəcə olaraq yalnız kəffarə verməlidir. Ehram halında heyvan ovlamış şəxs azaddırsa, kəffarəsi öz boynuna, quldursa kəffarəsi sahibinin boynunadır. Ehram halında heyvan öldürmüş şəxs uşaqdırsa, ona heç bir kəffarə düşmür. Əgər böyükdürsə, kəffarəsini verməlidir. Gördüyü bu işdən peşman olan şəxsə bu işinə görə axirət əzabı yoxdur. Ancaq işindən peşman olmayan şəxsə isə bu işinə görə axirət əzabı var. İmam Cavad əleyhisselamın bu sözündən sonra Məmun deyir, afərin ey Cavad, Allah sənə xeyir versin. İndi yaxşı olar ki, Yəhya ibn Əksəm sənə sual verdiyi kimi, sən də ona bir sual verəsən. İmam Cavad əleyhisselam Yəhyaya buyurur, soruşum, Yəhya deyir, başına dönüm, ixtiyar sahibi sizsiniz. Əgər bilsəm cavabını verərəm, bilməsəm də sizdən öyrənərəm. İmam Cavad əleyhisselam buyurur, mənə de görüm necə olur ki, bir kişi sübh tezdən bir qadına baxır və bu baxmağı haram olur. Ancaq elə ki günəş çıxır, həmin qadın o kişiyə halal olur. Günorta olduqda yenə qadın kişiyə haram olur, günortadan keçcək yenə halal olur. Günəş batdıqda qadın kişiyə haram olur. Amma axşam olduqda isə yenə halal olur. Gecə yarısı olacaq qadın kişiyə haram olur, dan yeri söküləndə yenə qadın halal olur. Bu hansı qadındır və nəyə görə kişiyə halal və haram olur? Yəhya ibn Əksəm deyir, Allaha and olsun ki, mən bu sualın cavabını bilmirəm. Əgər məsləhət bilirsinizsə, onun cavabından bizi xəbərdar edin.
İmam Cavad əleyhissalam buyurdu: Bu qadın bir kişinin kənizi olub. Sübh tezdən bir yad kişi ona baxır və bu baxışı haram olur. Elə ki günəş çıxır, həmin kişi kənizi sahibindən alır. Beləliklə də kəniz ona halal olur. Günorta olduqda kənizi azad edir. O da artıq kişiyə haram olur. Günortadan keçdikdə onunla evlənir və qadın halal olur. Günəş batarkən öz qadını ilə zihar, qanuni nikahlarını özlərinə haram edir. Buna görə də qadın ona haram olur. Axşam vaxtı isə zihafın kəffarəsini verərək qadını yenidən özünə halal edir. Gecə yarısı olacaq ona təlaq verir, yəni onu boşuyur və qadın ona haram olur. Dan yeri söküldükdə isə təlağını geri götürür və beləliklə də qadın ona halal olur. İmam Cavad əleyhissalamın tükənməz elmindən nümunələr. 1. İmam Cavad əleyhissalamın fətva verməsi və saray fəqihlərinin rüsvay olması. İmam Cavad əleyhissalam qeyd etdiyimiz iki elmi mübahisədən əlavə, bəzi vaxtlar öz imamət elmi sayəsində müxtəlif yollarla saray, alim və fəqihlərinin savadsızlığını və özünün onlardan üstün olduğunu sübut edərək, imamətə əqidə bəsləmək fikrini cəmaatın fikrində canlandırırdı. Bu baxımdan o həzrətin bir oğrunun barmaqlarının haradan kəsilməsi barədə verdiyi fətvanı nümunə göstərmək lazımdır. Hadisə bu cür baş verir. Bağdad şəhərinin qazısı İbn Əbu Duadla dostluq etmiş Zurqan deyir: Bir gün İbn Əbu Duad xəlifə Möhtəsimin məclisindən çox narahat halda geri dönür. Narahatlığının səbəbini soruşduqda deyir: Bugün Allahdan istədim ki, kaş 20 il bundan qabaq öləydim. Dedim, nəyə görə? Dedi, xəlifə Möhtəsimin məclisində İmam Cavad əleyhissalam tərəfindən başıma gələn hadisəyə görə. Məgər nə baş verib? Bir nəfər gəlib oğurluq etməsi barədə etiraf edərək, xəlifədən ona ilahi hədd icra etməklə günahını yumaq istədi. Xəlifə bütün fəqihləri və İmam Cavad əleyhissalamı da çağırtdıraraq bizdən soruşdu: Oğrunun əli haradan kəsilməlidir? Mən dedim ki, biləkdən kəsilməlidir. Xəlifə dedi, hansı əsasa görə deyirsən? Mən dedim, çünki təyəmmüm barədə olan ayədə ondan, yəni torpaqdan üzünüz və əllərinizə sürtün deyildikdə, əlləriniz sözündən biləklərə qədər mənası başa düşülür. Bu barədə bəziləri mənimlə həmfikir olub mən deyəni dedilər. Bəziləri isə mən deyənlə razılaşmayıb bildirdilər ki, oğrunun əli dirsəkdən kəsilməlidir. Xəlifə onlardan bunu hansı əsasa görə demələrini soruşduqda, cavab verdilər ki, dəstəmaza aid olan ayədə üzünüzü və əllərinizi dirsəklərinizə qədər yuyun deyildikdə, əlləriniz sözündən məqsəd dirsəyə qədər mənasıdır. Sonra xəlifə Möhtəsim üzünü İmam Cavad əleyhissalama tutub dedi: Bu barədə sənin fikrin nədir? O dedi: Bunlar fətva verdilər, məni üzürlü say. Möhtəsim israr edib onun da öz fikrini bildirməsi üçün ona and verir. Məhəmməd İbn Əli İmam Cavad əleyhissalam dedi: İndiki and verirsən, onda öz fikrimi deyərəm. Bunlar hamısı səhv edirlər. Çünki oğrunun yalnız barmaqları kəsilməlidir. Möhtəsim dedi: Hansı əsasa görə? O cavab verdi: Peyğəmbər salavatullah buyurmuşdur ki, səcdə bədənin 7 üzvü vasitəsilə yerinə getirilir. Alın, əllərin 2 ovucu, 2 dizlər, ayaqların 2 baş barmaqları. Buna əsasən oğrunun əli bilək yaxud dirsəkdən kəsilərsə, onda namazın səcdəsini yerinə yetirmək üçün onun əli qalmır. Həmçinin Allah Taala buyurmuşdur: Şübhəsiz ki, bütün səcdəgahlar, yəni səcdə üçün lazım olan 7 bədən üzvü Allaha məxsusdur. Heç kəsi Allaha şərik qoşmayın. Elə isə Allaha məxsus olan şeyi kəsmək olmaz. Möhtəsim onun cavabını bəyənib oğrunun barmaqlarını kəsdirir. Biz məclisdəkilərin hüzurunda rüsvay olduq. Mən elə oradaca son dərəcə narahatçılıq və rüsvayçılıq nəticəsində Allahdan özümə ölüm arzuladım. 2. Hədis uyduranlar rüsvay olurlar. Nəql olunur ki, Məmun öz qızını İmam Cavad əleyhissalama verdikdən sonra özünün İmam Cavad əleyhissalamın, Yəhya ibn Əksəmin və bir çoxlarının iştirakı ilə bir məclis təşkil edir. Həmin məclisdə Yəhya İmam Cavad əleyhissalama deyir:
Belə nəql edirlər ki, Cəbrail əleyhissalam Peyğəmbər salavatullahın hüzuruna gəlib deyir: "Ey Muhammed, Allah sənə salam göndərərək buyurur ki, mən Əbu Bəkirdən razıyam. Ondan soruş gör, o da səndən razıdır. Bu hədis barədə sizin fikriniz nədir?" İmam Cavad əleyhissalam onun cavabında Peyğəmbər salavatullahın bu hədisini buyurur: "Mənim adımdan yalan danışanlar çoxalmış və məndən sonra daha da çoxalacaqlar. Kim mənim adımdan yalan danışırsa, yeri cəhənnəmdə olacaqdır. Sizin üçün mənim dilimdən bir hədis söylənildikdə, onu Allahın kitabı və sünnəmlə tutuşdurun. Qur'an və sünnəmə müvafiq olanı qəbul edin, Qur'an və sünnəmə müvafiq olmayanı isə qəbul etməyin." Sonra İmam Cavad əleyhissalam əlavə edib buyurur: "Əbu Bəkir barədə söylədiyim bu rəvayət Allahın kitabı Qur'an ilə uyğun gəlmir. Çünki Allah buyurmuşdur: And olsun ki, insanı biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də biz bilirik. Biz ona şah damarından da yaxınıq. Məgər Əbu Bəkirin Allahdan razı qalıb qalmaması Allahın özünə məlum deyildi ki, onu Peyğəmbərdən soruşurdu? Bu əqli nöqteyi nəzərdən qeyri-mümkündür." Yəhya deyir: "Rəvayət edilmişdir ki, Əbu Bəkirlə Ömərin yerdə olmaları Cəbrail əleyhissalam ilə Mikailin asimanda olması kimidir." İmam Cavad əleyhissalam buyurur: "Bu hədis də həqiqətlə uyğun gəlmir. Çünki Cəbrail əleyhissalam və Mikail əleyhissalam Allah dərgahında ən üstün mələklər olub, əsla günah etməz və bir anda olsa belə Allahın itaət çərçivəsindən kənara çıxmazlar. Əbu Bəkirlə Ömər isə vaxtı ilə müşrik olmuş, İslam dini meydana çıxdıqdan sonra müsəlman olmalarına baxmayaraq, ömürlərinin çoxunu müşriklik və bütpərəstliklə keçirmişlər. Deməli, Allahın Əbu Bəkirlə Öməri Cəbrail ilə Mikailə bənzətməsi qeyri-mümkündür." Yəhya dedi: "Həmçinin rəvayət edilmişdir ki, Əbu Bəkirlə Ömər cənnət qocalarının ağalarıdır. Bu hədis barədə nə deyirsən?" İmam Cavad əleyhissalam buyurdu: "Bu hədisin də doğru olması qeyri-mümkündür. Çünki cənnət əhlinin hamısı cavan olacaq və onların arasında bir dənə də qoca olmayacaq." Bu hədisi Bənu Üməyyə Peyğəmbər salavatullahın Həsənlə Hüseyn əleyhissalam cənnət gənclərin ağalarıdır hədisinin qarşısına çıxarmaq üçün uydurmuşlar. Yəhya dedi: "Rəvayət edilmişdir ki, Ömər İbn Xəttab cənnət əhlinin çırağıdır." İmam Cavad əleyhissalam buyurdu: "Bu da mümkün olan şey deyil. Çünki Allahın yaxın mələkləri Həzrəti Adəm əleyhissalam, Həzrəti Muhammed salavatullah və bütün peyğəmbərləri cənnətdə olacaqlar. Necə ola bilər ki, mələklər, peyğəmbərlər qala-qala cənnət Ömərin nuru ilə işıqlansın?" Yəhya dedi: "Rəvayətdir ki, Ömər nə deyirsə mələyin dilindən deyir." İmam Cavad əleyhissalam buyurdu: "Mən Ömərin fəzilətini inkar etmirəm. Lakin Əbu Bəkirin Ömərdən daha fəzilətli olmasına baxmayaraq, o minbərdə olarkən deyirdi ki, məni düz yoldan çıxaran bir şeytanım var. Düz yoldan çıxdığımı gördükdə məni düz yola tərəf cəlb edin." Yəhya dedi: "Rəvayət edilmişdir ki, Peyğəmbər salavatullah buyurub, əgər mən Peyğəmbər seçilməzdimsə, onda mütləq Ömər Peyğəmbər seçiləcəkdi." İmam Cavad əleyhissalam buyurdu: "Daha doğrusunu Qur'an buyurur. Allah Qur'anda buyurur ki, ya Rəsulum, xatırla ki, biz bir zaman Peyğəmbərlərdən əhd almışdıq. Səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsa'dan da." Bu ayədən açıq-aşkar başa düşülür ki, Allah Peyğəmbərlərdən əhd almışdır. Belə olduğu halda necə ola bilər ki, Allah öz əhdinə vəfa etməsin, əhdini dəyişdirsin? Peyğəmbərlərin heç biri bir göz qırpımı qədər də Allaha şərik qoşmadıqları halda necə ola bilər ki, Allah ömrünün çoxunu bütpərəstliklə keçirmiş bir şəxsi Peyğəmbər seçsin? Bundan da əlavə Peyğəmbər salavatullahın özü buyurmuşdur ki, Adəm əleyhissalam hələ yaranmamışdan qabaq mən Peyğəmbər idim. Yəhya dedi: "Rəvayət edilmişdir ki, Peyğəmbər salavatullah buyurmuşdur: Vəhiy məndən kəsildikdə mən belə güman etdim ki, vəhiy Ömərin atası Xəttabın ailəsinə nazil olur. Yəni nübüvvət, peyğəmbərlik məndən onlara keçmişdir." İmam Cavad əleyhissalam buyurdu: "Bu da qeyri-mümkündür. Ona görə ki, peyğəmbərin öz peyğəmbərliyində şəkk etməsi mümkün olası iş deyildi.
Çünki Allah buyurmuşdu, Allah mələklərdən də peyğəmbər seçər, insanlardan da. Deməli, Allahın öz seçimi ilə artıq Peyğəmbər Salavatullahın öz peyğəmbərliyində şəkk etməsinə heç bir lüzum qalmır. Yəhya dedi, rəvayət edilmişdir ki, Peyğəmbər Salavatullah buyurub, əgər yer üzünə bəla gəlsəydi, Ömərdən başqa heç kəs canını qurtara bilməzdi. İmam Cavad əleyhissalam buyurdu, bu da qeyri-mümkündür. Çünki Allah Teala Peyğəmbər Salavatullaha buyurmuşdur ki, sən onların arasında ola-ola Allah sənə hörmət əlaməti olaraq onlara əzab verən deyildir. Tövbə edib bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz. Deməli, nə qədər ki, Peyğəmbər Salavatullah cəmaatın arasındadır və nə qədər ki, müsəlmanlar Allahdan bağışlanmalarını diləyirlərsə, Allah onlara əzab verməz. Alimlərin nəzərində İmam Cavad əleyhissalamın şəxsiyyəti. İmam Cavad əleyhissalamın söhbətləri, elmi mübahisələri, böyük elmi və fiqhi müşkülatları həll etməsi İslam alimlərinin, istər şiə olsun, istərsə də sünni heyran qoymuş, onlar İmam əleyhissalamın şəxsiyyətinin bu cür əzəməti qarşısında öz təəccüblərini gizlədə bilməmiş və onların hər biri o həzrəti bir vasitə ilə təriflənmişdir. Nümunə üçün Səbt İbn Əl-Cuzinin dediyini qeyd etmək olar. O, elm, təqva, zahidlik və səxavətdə atasının tutduğu yolu gedirdi. İbn Həcər Heytəmi yazır, o yaşının az olmasına baxmayaraq, elm, bilik və helm baxımından bütün alimlərdən üstün olduğu üçün Məmun öz qızını ona ərə vermək istəyirdi. Şəbəlnəci deyir, Məmun daima onun vurğunu olmuşdur. Çünki yaşının az olmasına baxmayaraq, öz fəzilət, elm və ağıl kəmalı ilə əzəmətini sübuta yetirmişdi. Şəbəlnəci deyir, Şiə məzhəbinin böyük ustadı Şeyx Müfid və həmçinin Fəttah Nişapuri İmam Cavad əleyhissalamı bu cür yad etmişlər. Məmun onun vurğunu olmuşdu, çünki o görürdü ki, Həzrət yaşının azlığına baxmayaraq, elm, hikmət, ədəb və əqli kamillik baxımından elə yüksək mərtəbəyə yetişmişdir ki, o dövrün böyük elmi şəxsiyyətlərinin heç biri o mərtəbəyə yetişməmişdi. Əli əleyhissalamın ailəsinin düşmənlərindən olan Mötəzilə, Cahiz Osmani, İmam Cavad əleyhissalamı cəmaatın sevimli şəxsləri olan 10 nəfərin sırasına daxil edərək onların barəsində demişdir. Onlar alim, zahid, ibadətlə məşğul olan, şücaətli, səxavətli və pak insanlar olmuşlar. Onlardan bəziləri xəlifə, bəziləri də xəlifəliyə namizəd olmuşlar. Bu 10 nəfər biri digərinin oğlu olmuşdur. Onlar aşağıdakılardır. Həsən İbni Əli, İmam Həsən Əskər əleyhissalam, İmam Əli Yənnəqi əleyhissalam, İmam Cavad əleyhissalam, İmam Rıza əleyhissalam, İmam Kazım əleyhissalam, İmam Sadiq əleyhissalam, İmam Baqir əleyhissalam, İmam Səccad əleyhissalam, İmam Hüseyn əleyhissalam və Həzrəti Əli əleyhissalam. Ərəb və əcəm, yəni qeyri-ərəb nəsillərinin heç biri bu cür şərafətə malik olmamışdır. Hilə əsasında qurulmuş nikah. İmam Rıza əleyhissalamın həyatından bəhs edərkən qeyd etdik ki, Məmun bir sıra siyasi çətinliklərlə üzləşdiyindən Peyğəmbər Salavatullah ailəsi ilə aranı düzəltmək qərarına gəlir. Elə buna görə də İmam Rıza əleyhissalama güclə vəliəhdliyi qəbul etdirməklə öz çoxcəhətli siyasətini həyata keçirmək istəyirdi. Digər tərəfdən isə Abbasilər Məmunun bu hərəkətindən, hakimiyyəti Abbasilərdən alıb Ələvlərə verəcəyi ehtimalından çox narahat olduqlarından ona qarşı çıxmağa başlayırlar. Ancaq İmam Rıza əleyhissalam Məmun tərəfindən zəhərlənərək şəhid olduqdan sonra onlar sakitləşib razı olaraq Məmuna üz tuturlar. Məmun İmam Rıza əleyhissalama zəhəri çox gizli şəkildə vermiş və çalışırdı ki, cəmaat onun bu cinayətindən xəbər tutmasın. O öz cinayətinin üstünü örtmək məqsədi ilə əzadarlıq edib özünü narahat qələmə verirdi. Ancaq bu qədər səylərə baxmayaraq, nəhayət bütün Ələvlərə məlum olur ki, İmam əleyhissalamın qatili məhz Məmunun özüdür. Onlar bu hadisədən çox narahat olaraq qəzəblənirlər. Hakimiyyətini bir daha təhlükə qarşısında görən Məmun bu dəfə yeni bir hiyliyə əl atır.
İmam Cavad əleyhissalamla dostluq əlaqəsi bərpa etmiş Məmun qərara gəlir ki, öz qızını o həzrətə ərə verməklə İmam Rıza əleyhissalama zorla qəbul edilmiş vəliəhdlikdən istifadə etdiyi kimi, İmam Cavad əleyhissalamla olan bu qohumluqdan da istifadə etsin. Bu məqsədlə o, hicrətin 204-cü ili, yəni İmam Rıza əleyhissalamın şəhadətindən düz bir il sonra İmam Cavad əleyhissalamı Mədinədən Bağdada gətizdirir. İmam Cavadla Yəhya ibn Əksəm arasında elmi mübahisə məclisində öz qızı Ummul Fəzli o həzrətə nişanlayır. Qeyd edirlər ki, bu hadisə İraqın Təkrit şəhərində 215-ci hicri ilində baş vermişdir. Məmunun məqsədi. Məmunun israrı nəticəsində həyata keçmiş bu nikah tamamilə siyasi məqsəd daşıyırdı. Biraz diqqət etsək, Məmunun bu nikahdan aşağıdakı məqsədləri güdməsini çox aydın şəkildə başa düşərik. 1. Öz qızını imamın evinə göndərməklə o həzrətin bütün işlərindən xəbərdar olmaq istəyirdi. Məmunun qızı üzərinə düşən xəbərsizlik vəzifəsini layiqincə yerinə yetirirdi. Tarix də buna şahiddir. 2. Bu nikah Məmunun xam fikrincə, güya İmam Cavad əleyhissalamı onun eyş-işrət mərkəzinə çevrilmiş sarayı ilə əlaqədə saxlayaraq, o həzrəti eyş-işrətə, keyf əyləncəyə cəlb edəcək, beləliklə İmam Cavad əleyhissalamın müqəddəsliyi aradan gedər və Məmun da o həzrətin İsmət və imamət məqamını cəmaatın gözündə aşağı salaraq onu xar edər. 3. Bu nikahla Məmun Ələvilərin onun əleyhinə qaldırdıqları qiyamların qarşısını alır və onlarda özünə qarşı məhəbbət yaradar. 4. Məmunun 4-cü məqsədi avam cəmaatı aldatmaq idi. Bəzi vaxtlar onun özü deyirdi: "Mən qızımı ona görə İmam Cavad əleyhissalama ərə verdim ki, qoy qızımın ondan uşağı olsun və mən Peyğəmbər salavatullahla Əli əleyhissalamın nəslindən olan bir uşağın babası olum." Ancaq xoşbəxtlikdən Məmunun bu hiləsi baş tutmur, çünki onun qızının heç vaxt uşağı olmur. İmam Cavad əleyhissalamın isə bütün uşaqları başqa arvaddan olmuşdur. Bunlar Məmunun bu nikahdan güddüyü məqsədlər olmuşdur. İndi gəlin görək nəyə görə İmam Cavad əleyhissalam bu nikaha razılıq verir. İmam Cavad əleyhissalam heç bir şək şübhə olmadan Məmunun bu kimi işlərdən güddüyü əsl məqsədindən xəbərdar olduğu halda, digər tərəfdən də o həzrət əziz atası İmam Rıza əleyhissalamı şəhid etməklə böyük cinayət törətmiş şəxsin məhz Məmun olduğunu bildiyi halda, belə başa düşürük ki, o həzrət bu nikaha Məmunun təzyiqləri nəticəsində razılıq vermişdir. Çünki bu nikah İmam Cavad əleyhissalamın məsləhəti ilə deyil, yalnız Məmunun məsləhəti ilə həyata keçirilmişdir. Belə də düşünmək olar ki, imamın sarayla əlaqədə olmasından məqsədi o həzrətin möhtəsim tərəfindən qətlə yetirilməsinə mane olmaq və İmam əleyhissalamın dostlarının və eləcə də şiə başçılarının aradan götürülməsinin qarşısını almaq olmuşdur. Bu da eyni ilə Əli ibn Yəqdinin şiələrin mənafeyini qorumaq məqsədi ilə Harun Ər-Rəşidin vəzirliyini qəbul edərək saraya yol tapmasına bənzəyir. İmam Cavad əleyhissalamın dostlarından olan Hüseyn Məkkari deyir: "Bir gün Bağdadda İmam Cavad əleyhissalamın hüzuruna gedib güzaranı ilə tanış oldum. Fikirləşdim ki, artıq İmam əleyhissalam rifahlı həyata nail olduğu üçün daha o həzrət doğma vətəni Mədinəyə qayıtmaz. O həzrət bir anlığa başını aşağı saldı. Başını qaldırdıqdan sonra rəngi qəm-qüssədən saralmış halda mənə buyurdu: Hüseyn, Peyğəmbər şəhərində Mədinədə bir parça quru çörəklə duz yemək mənim üçün burada gördüyündən daha yaxşıdır. Buna görə də İmam Cavad əleyhissalam Bağdadda qalmayıb, həyat yoldaşı Ummul Fəzillə birlikdə Mədinəyə qayıdır və hicrətin 220-ci ilinə qədər orada yaşamışdır. Vəkillik əlaqə vasitəsi kimi. İmam Cavad əleyhissalam imkanlarının məhdud olmasına baxmayaraq, vəkil və nümayəndələr təyin etməklə şiələrlə əlaqəsini qoruyub saxlayırdı. O həzrət bütün xilafət ərazisinə nümayəndə göndərir və onların fəaliyyəti nəticəsində də şiə qüvvələrinin zəiflədilməsinin qarşısı alınırdı. İmam əleyhissalamın nümayəndələri bir çox şəhərlərdə, o cümlədən Əhvaz, Həmədan, Sistan, Bost, Rey, Bəsrə, Vasit, Bağdad,
və əzəldən şiələrin mərkəzi olmuş Kufə və Qum şəhərlərində fəaliyyət göstərirdilər. İmam Cavad əleyhissalam şiələrə hökumət sarayına yol tapıb mühüm vəzifələr tutmasına icazə vermişdi. Buna görə də Məhəmməd İbni İsmail İbni Bəzi və Əhməd İbni Həmzə-i Qummi böyük vəzifələrdə işləmiş, Nuh İbni Dərrac isə bir müddət Bağdadın, sonra da Kufənin qazısı olmuşdur. Həmçinin Hüseyn İbni Abdullah Nişapuri Bost və Sistan şəhərlərinin, Həmək İbni Ülya Əsədi isə Bəhreynin hakimi olmuşdur. Axırda adı çəkilən hər iki nəfər İmam Cavad əleyhissalama xums ödəyirdi ki, bu da onların o həzrətə olan gizlin bağlılıqlarından xəbər verir. İmam Cavad əleyhissalamın yaşının az olmasından danışarkən qeyd etmişdik ki, Əli İbn Əsbat o həzrətlə görüşü zamanı imamın simasını yaxşı yadda saxlayıb, Misrə qayıtdıqdan sonra onu şiələr üçün təsəvvür etsin deyə diqqətlə ona baxırdı. Bundan belə başa düşülür ki, o həzrətin Misirdə də şiə və tərəfdarları olmuşdur. Deyilənlərə görə o vaxt Misirdə şiələrin geniş təşəkkül tapması Məhəmməd İbni Əşəz, Əhməd İbni Səhl, Hüseyn İbni Əli Misri və İsmail İbni Musa Əl-Kazım kimi Kufə hədisçilərinin Misrə köçərək orada fəaliyyət göstərmələri nəticəsində olmuşdur. Mərhum Kuleyni qeyd edir ki, İmam Cavad əleyhissalam Bost və Sistan şəhərlərinin şiələrindən birinin xahişinə əsasən bu şəhərlərin valisinə məktub yazıb ona tapşırır ki, maliyyə vergilərini almaqda onun üçün çətinlik yaratmasın. İmam Cavad əleyhissalamın dostlarından olan həmin şəhər valisi İmam əleyhissalamın bu sifarişindən sonra daha o şəxsdən xərac vergisinin borcunu almır. Üstəlik vali olduğu müddət ərzində onu xərac vergisindən azad edərək onun üçün Beytülmaldan maaş təyin edir. İmam Cavad əleyhissalamın elmi məktəbi. Bildiyimiz kimi imamların həyatındakı ən əsas cəhətlərdən biri onların mədəni maarif sahəsinə diqqət etmələri olmuşdur. İmamların hər biri öz dövründə mədəniyyət sahəsində fəaliyyət göstərmiş və şagirdlər yetişdirərək onlar vasitəsilə öz elmlərini cəmiyyət arasında yaymışlar. Ancaq onların, yəni imamların dövründə siyasi-ictimai şərait heç də yeknəsək olmamışdır. Məsələn, İmam Baqir əleyhissalam və İmam Sadiq əleyhissalamın dövründə şərait çox yaxşı olmuş, buna görə də İmam Sadiq əleyhissalamdan başlayaraq İmam Həsən Əskəri əleyhissalamın dövrünə qədər isə siyasi təzyiqlər və onların fəaliyyətinin hökumət tərəfindən nəzarət altına alınmasına görə bu imamların fəaliyyəti çox məhdud olmuş, buna görə də onların şagirdlərinin sayı İmam Sadiq əleyhissalamın şagirdlərinin sayı ilə müqayisədə həddən artıq az olmuşdur. Deməli, İmam Cavad əleyhissalamın 110 nəfərə yaxın şagirdi olmuş və o həzrətdən cəmi 250 hədis rəvayət edilmişdir. Deyildikdə heç də təəccüblənməməliyik. Çünki o həzrət bir tərəfdən ciddi nəzarət altında olmuş, digər tərəfdən də tez bir vaxtda şəhid olmuş və bütün tarixçilərin dediyinə görə cəmi 25 il ömür sürmüşdür. Eyni zamanda nəzərə almaq lazımdır ki, İmam Cavad əleyhissalamın bu az yaşlı şagirdlərinin arasında Əli İbni Məhziyar, Əhməd İbni Məhəmməd İbni Əbu Nəsir Bəzənti, Zəkəriyya İbni Adəm, Məhəmməd İbni İsmail İbni Bəzi, Hüseyn İbni Sənd Əhvazi, Əhməd İbni Məhəmməd İbni Xalid Bərqi kimi elm və fiqh sahəsində sayılıb seçilən, özünə məxsus mövqeyi olan şəxslər də olmuşdur. Bunlardan bəziləri çoxlu əsərlər də yazmışlar. Başqa bir məsələ isə budur ki, İmam Cavad əleyhissalamdan hədis söyləyən şəxslər təkcə şiələr olmamış. Eləcə də sünni məzhəbinin alim və hədisçiləri də bir sıra İslami maarif və həqiqətləri o həzrətdən rəvayət etmişlər. Misal üçün qeyd etmək olar ki, Xətib Bağdadi o həzrətdən çoxlu hədis rəvayət etmişdir. Həmçinin Hafiz Əbdüləziz İbni Əxzər Cənabəzi Məalimul İtrəti Tahir adlı kitabında, eləcə də Əbu Bəkir Əhməd İbni Sabit, Əbu İshaq Sə'ləbi və Muhammed İbni Mindət İbni Mehirbaz kimi müəlliflər öz tarix və təfsir kitablarında İmam Cavad əleyhissalamdan çoxlu hədis rəvayət etmişlər. İmam Cavad əleyhissalamın şəhadəti.
Hicrətin 218-ci ilində Məmun vəfat edir. Ondan sonra qardaşı Möhtəsim xəlifə olur. O, İmam Cavad əleyhisselamı öz nəzarəti altında saxlamaq məqsədi ilə Hicrətin 220-ci ilində o həzrəti Mədinədən Bağdada gətizdirir. İmam əleyhisselam Bağdada gəldikdən sonra Möhtəsimin oğrunun əlinin haradan kəsilməsi barədə təşkil etdiyi məclisdə iştirak etmişdi. Həmin məclisdə Bağdad qazısı İbn Əbu Duad və başqaları səhv fətva verdiklərinə görə rüsvay olmuş. Bundan bir neçə gün sonra İbn Əbu Duad həsəd və paxıllığı nəticəsində xəlifənin hüzuruna gəlib demişdi: "Mən xeyirxahlıq məqsədi ilə sənə xəbərdarlıq edirəm ki, bir neçə gün bundan qabaq baş vermiş hadisə sənin hökumətinin xeyrinə deyil. Çünki sən bütün hökumət alimləri və yüksək rütbəli nümayəndələrin hüzurunda İmam Cavad əleyhisselamın verdiyi fətvanı başqalarının fətvasından üstün tutdun. Halbuki müsəlmanların yarısı onu əsl xəlifə, səni isə onun haqqını qəsb etmiş bilirlər. Bu xəbər bütün cəmaat arasında yayılaraq onun haqq olduğuna qəti bir sübut olmuşdur." Qəlbində İmam Cavad əleyhisselama qarşı düşmənçilik, kin-küdurəti bəsləyən Möhtəsim onun sözlərindən bərk narahat olaraq İmam əleyhisselamı öldürmək fikrinə düşdü. Nəhayət o öz çirkin məqsədini həyata keçirib İmam Cavad əleyhisselamı vəzirlərindən birinin katibi vasitəsilə zəhərləyib şəhid edir. İmam Cavad əleyhisselam şəhid olarkən mübarək ömründən cəmi 25 il və bir neçə ay keçmişdi.